Əgər ana qurbağa, balaca qurbağaya desək ki, gəl gölməçədən çıx bayıra, açıq havanı içinə çək, gənc otlardan zövq al və sən sağlam, güclü qurbağa kimi böyüyəcəksən, gəl arxamca, analar həmişə haqlıdır. Onda balaca qurbağalar anasına qulaq asıb, boyun əysə, bu sadəcə balaca qurbağanın həyatının sonu olacaq. Eynilə biz insanlar da həmişə övladımıza kömək edir, səhvlərini düzəldir, nə edib etməməsini söyləyirik. Bizə axı ana niyə dedikdə, niyə etdiyimizi bilmədiyimiz üçün. Analar həmişə ən yaxşısını bilir, deyərək ötüşdürmüşük. Biz eynilə bu qurbağa kimi düşünürük. Sadəcə özümüzü kənardan görmürük. Bu qısa həyatda uşaqların ağlı böyüməsi üçün sıxıb nəyisə etməyə məcbur etməməliyik. Təbiət balaca qurbağanın böyüməsi kimi özü uşaqlarımızın böyüməsini təmin edir. Videonu səsləndirərkən eşidirəm, sanki bəs nə edək, deyirsiniz. Heç bu təcrübəsi olmayan uşaqlar necə biləcək onlar üçün nə yaxşıdır? Belə olduğu halda biz necə bilək ki, onlar necə böyüyəcək? Onda mən də sizdən soruşum. Siz heç övladınıza, onlara mane olmadan istədiklərini edəcəkləri bir gün vermişsiniz? Sadəcə cəhd edin. Siz heyrətə gələcəksiniz. Baxın, görəcəksiniz ki, ətraf onların diqqətini necə də çəkir. Çox güman, qapını bağlayarkən kilidi açan görəcəklər. Təbii ki, onlar da bunu etməyə cəhd edəcəklər. Və ya evi sizin kimi süpürmək, təmizləmək və ya səliqəli döşəmənizdə oyuncaqları sıra ilə yerləşdirmək, nəsə düzəltmək, bu kimi işlərə çalışacaqlar. Halbuki sadə bir gündə siz yoldan çəkil oyuncaqlarınla kənarda oyna deyəcəksiniz. Amma bugün onlara bu şansı verməyə cəhd edin. Qoyun süpürgəni götürüb süpürə bilsinlər. Onların düzəltdikləri hər hansı əşya döşəmədə qalsın. O zaman görəcəksiniz, onlar necə də elədiklərini mənimsəyirlər. Bəzən uşaqlar sadə hərəkətləri 1 və ya 2 dəfə təkrarlayır. Bəzən isə daxili istəklərini təmin etmək üçün dəfələrlə təkrarlayırlar. Əgər onlara etdikləri işdən zövq aldıqları halda siz tərəfdən müdaxilə olarsa, o zaman uşağın diqqətini, konsentrasiyasını dağıdacaqsınız. Onun özünün öyrəndiyi və zövq aldığı hissi məyusluq və yorğunluq hissi ilə əvəzləmiş olacaqsınız. Bizim onlara edə biləcəyimiz ən yaxşı kömək, onları böyüdərkən izləmək və özlərinə uyğun böyüməsini təmin etməkdir. Biz, analar həmişə ən yaxşısını bilir dedikdə, uşaqları öz xarakterimizə uyğun böyüdürük. Halbuki, onların öz xasiyyətlərinin və xüsusiyyətlərinin formalaşması üçün, bizim qoyduğumuz standartlar əsasında formalaşmaması üçün sadəcə uşaq hər şeyin ən yaxşısını bilir deməyi bacarmalıyıq. Gəlin hamımız razılaşaq ki, onların elədikləri, hazırladıkları işlərə hörmətlə yanaşmalıyıq. Bəlkə də onların elədikləri iş sizə çox uşaq kimi görünəcək. Amma onların əzələləri və sümükləri böyüdüyü kimi xarakter və ağılları da inkişaf edir. Sizin uşağınıza edə biləcəyiniz ən böyük kömək, onlara istədiklərini öz bildikləri kimi edə bilmələri üçün azadlıq, müstəqillik verməyiniz olacaq ki, bu da uşağın hər zaman sizə daha yaxşı bildiyini göstərəcək. Gəlin, öz övladlarımıza inanaq və onlara öz müstəqilliyini təmin edək.